Tbilisidə baş vermiş qətl hadisəsi üzrə bir nəfər saxlanılıbdır. Daxili İşlər Nazirliyinin məlumatına görə 1968-ci il təvəllüdlü şəxs münaqişə zəminində odlu silahla bir nəfəri öldürübdür. Hadisə Zurab Avalishvili küçəsi yaxınlığında baş verib. Şübhəli şəxs bir neçə saat sonra Samegrolo bölgəsində saxlanılıbdır. Qətldə istifadə olunan silah, həmçinin saxlanan şəxsin üzərində betodon tərkibli həblər götürülübdür. İstintaq davam edir. Təqsirlənən şəxsi 15 ilədək həbs cəzası gözləyir. Qəhrəmanlar meydanı yaxınlığındakı tuneldə akustik silahdan atəş açan İsrail vətəndaşı Gürcüstandan deportasiya olunubdur. Məlumata görə hadisə 29 dekabr 2025-ci ildə baş verib. Şəxs 4000 lari cərimələnib, ölkədən çıxarılıb və Gürcüstana girişi 3 il müddətinə qadağan edilibdir. Akustik silah maddi sübut kimi götürülübdür.